Əziz izləyicilər, bu əmən kömənci bitkisidir. Kimin mədəsində problem varsa, bunun pencərini bişirib yeyə bilər. Çox faydalıdır. Həqiqətən faydasını görəcəksiniz. Əgər mədənizdə problem varsa, mütləq bunun pencərini bişirin. Bişirin və istifadə edin, yeyin, qidalanın. Həddindən artıq çoxdur. Yəni istifadə edəndən sonra özünüzdə görəcəksiniz. Hətta bəzi insanlar bunu qurudub, qışda qurumuş şəklində istifadə edirlər. Çoxdur bizim həyətimizdə, maşallah. Və mən də bu günlərim tək əmən köməncidən deyil, həyətimizdə olan bütün göyərtilərdən yığıb gözəl bir pencər bişirəcəm. Bugün hava o qədər gözəldir ki, bu yaşıllığa baxıb insan həvəsə gəlir. Allahın verdiklərinə həmd olsun, şükür olsun Allaha.